Bismillahirrahmanirrahim. Bugün iyun ayının 4-ü 2025-ci il. Dünənki tarixdə biz görürük ki, prezident aparatının siyasi partiyalarla iş üzrə şöbəsi işğaldan azad edilmiş torpaqlara növbəti səfərini təşkil etmişdi. Ölkədə siyasət adına özünü təqdim edən kim varsa bir avtobusa doldurub aparırlar, həmən işğaldan azad edilmiş əraziləri gəzdirirlər, orada şəkil çəkirlər, paylaşırlar, poz verirlər. Bu dəfə deməli, hökumətin yandaş mediasının nümayəndələri də o səfərdə var idilər. Təbii ki, onlar da ona görə aparılır ki, onların müəyyən imkanlar yaradılıb, şərait qurulub onlar üçün YouTube səhifələrində və s. Onlar gəlib orada gördüklərini və yaxud da orada hökumətin göstərmək istədiklərini Azərbaycan cəmiyyətinə, xalqa təqdim etsinlər və bu da təbii ki, Azərbaycan cəmiyyətinin bir başqa formada aldadılması taktikasıdır hökumət tərəfindən. Çünki hökumət, dediyim kimi, yəni daha doğrusu hər dəfə bunu təkrarladığım kimi, hökumət Qarabağ kartından çox böyük məharətlə Azərbaycan xalqını aldatmaq üçün və cəmiyyəti öz ətrafında toparlamaq üçün məharətlə istifadə edir. Burada belə bir sual yarana bilər ki, bu cür səfərin nəyi pisdir? Əslində, biz bu sualın qarşılığında belə bir sual verə bilərik ki, bu səfər nəyə lazımdır? Baxın, prezident aparatının siyasi partiyalarla şöbəsi ölkədə elə hökumətin özünün icazə verdiyi, bəzən sifariş etdiyi, bəzən icazə verdiyi təşkilatlara şəxsləri götürür bir partiyaya, bir avtobusa yerləşdirir və aparır işğaldan azad edilmiş ərazilərdə təbii ki, hökumətin icazə verdiyi formada, verdiyi yerləri gəzdirir. Hökumətin icazə verdiyi sözləri danışmağa sonra bunların hüquqları var. Ancaq hökumət nəyi eşitmək istəyirsə, bu adamlar onları danışa bilərlər. Onları deməli, gördüklərini yox, sadəcə hökumətin göstərmək istədikləri haqqında danışa bilərlər. Bu bir mənalı belədir. Bunun alternativi yoxdur. Suala gəlincə, bu nəyə lazımdır? Axı bu insanlar əvvəla bunların əksəriyyəti müxalif mövqedə olduqlarını iddia edirlər. Ki, bunlar düşünürlər ki, iddia edirlər ki, biz artıq müxalifət mövqeyindir və eyni zamanda bunlar görürük ki, bütün hallarda hakimiyyətin mövqeyini dəstəkləyirlər. Bunlar kiçik deməli, məsələləri, hər hansı bir yek səviyyəsində olan problemləri istisna olmaqla, digər məsələləri, digər ölkədə böyük problemlər, sonra ölkədə bu hakimiyyətin yırtıcı siyasətin uğursuz idarə etməsini və s. bunlar barəsində qətiyyən bir cümlə belə deyə bilməzlər. O zaman növbəti sual yaranır. Cənablar, siz nəyin və kimin müxalifisiniz? Axı, ayıb deyil sizin, utanmırsınız siz bir kitab oxumursunuz, bir tarix oxumursunuz, bir hüquqi baxımdan bir deməli vəsait oxumursunuzmu və yaxud da sizin əsasnaməniz dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə təqdim etdiyiniz partiyanızın nizamnaməsinə siz baxmırsınızmı? Orada sizin prinsipləriniz nədir? Orada sizin edəcəyiniz nədir? Etməyəcəkləriniz nədir? Hüquqlarınız nədir? Vəzifələriniz nədir? Siz sanki bütün bunların hamısı bir deməli protokol qaydasıdır. Siz baxın, görün, özdə bir kənardan baxın. Siz demək olar ki, yox elə, reallıq bundan ibarətdir ki, siz hökumətin İlham Əliyev rejiminin deməli, bir mənalı olaraq təbliğatçısınız. Hətta iş o yerə gəlib çatıb ki, illər öncə İlham Əliyevi ən kəskin şəkildə tənqid edən, İlham Əliyevə müxalifət mövqeyində dayanan insanlar bugün İlham Əliyevin ən yaxşı, ən məhsuldar təbliğatçısına çevrilir. Burada elə anlaşılmasın, məsələn, müxalifət bütün hallarda deməli,
hökuməti tənqid etməlidir. Bütün hallarda ancaq qara görməlidir. Qara rəngidən başqa heç bir rəngi tanımamalıdır. Bu o anlamda da deyil. Xeyr, yəni mən o fikirdə də razı deyiləm. Əlbəttə ölkədə müxalifət müsbət şeyləri də görməlidir. Amma bu müsbət şeyləri danışmaq və yaxud da hökumətin istədiyi formada müsbət danışmaq, problem bundadır. Müsbət şeylər varsa əlbəttə danışılacaq. Amma hökumətin görmək istədiyi müsbət şeylər, yəni müsbət görmək daha doğrusu, hökumətin müsbət görmək istədiklərini danışmaq artıq bu müxalifətçilik deyil. Bu hökumətə köləlik eləməkdir, hökumətin əlaltısı olmaqdır. Yadınızdadır, bir müddət əvvəl deməli hökumət bəzi partiyalara ofislər vermişlər, sonra onların pullarını kəsdilər və s. Əgər bir ölkədə hakimiyyətin deməli siyasi qərarı ilə pul verilir, pul kəsilir, diktə olunur, onun hakimiyyətin mətbəxindən gələn tekstlər bu partiya rəhbərləri oxuyursa, bu gülməli bir şeydir. Bu artıq burada müxalifətçilikdən söhbət gedə bilməz. Elə partiyaların adını siz qoyun, Yeni Azərbaycan Partiyasının məsəl üçün filialları. Mən bir neçə gün əvvəl belə bir video yazmışdım, adını da belə qoymuşdum. Yeni Azərbaycan Partiyasının Ümid filialı və yaxud da Yeni Azərbaycan Partiyasının AXC filialı və yaxud da məsələn müxtəlif partiyaların adları hamısı yadıma düşmədi və hərə öz partiyasının adı filial kimi qoysun. Və yeni ad seçiblər özlərinə bunlar, milli, yerli müxalifət. Baxın, absurda baxın, milli və yerli müxalifət bunu niyə əsaslandırırlar? Deməli, bu sözü növbəti mövzuya keçmək üçün bir giriş üçün həm də istifadə etdim bu cümləni. Həmən o partiya rəhbərləri, siyasət adına məşğul olan insanlar, bəzi yandaş media nümayəndələri və s. bunlar Qarabağ səfərindən qayıdandan dərhal sonra, yəni səhərsi gün efirlərə çıxırlar və efirdə artıq bunlar hökumətin demək istədiyi şeyləri başlayırlar müxalifət dili ilə, güya müxalifət dili ilə səsləndirməyə. Və bir neçə, bu barədə bir neçəsinin mən bugünkü çıxışlarına qulaq asdım. Gördüm ki, bunlar hökumətin deməli mövcudluğunu qorumaq üçün əsas şərtlərindən ikincisi olan xarici təhlükə mövzusunu yeni gündəmə gətiriblər. Güya ölkədə 5-ci kolon var və bu 5-ci kolon İrana bağlıdır, Avropa ölkələrinə bağlıdır, Rusiyaya bağlıdır. Bunu əlaqələndirməyə çalışırlar və ölkədə baş verən ciddi problemlər, elə torpaqla işğaldan azad edilmiş ərazilərdə baş verən problemlər, orada tikililərin sadəcə inzibati binalardan olması, əhalinin ora qaytarılmasında ciddi ləngimələr və yaxud da ümumiyyətlə hökumətin belə bir planı olmaya da bilər. Eyni zamanda mina təhlükəsi və s. və s. olduqca ciddi problemlər var torpaq işğaldan azad edilmiş ərazilərdə. Bunların barəsində qəti söhbət olunmur və deməli bu adamlar, bu filial rəhbərləri, belə deyək də, filial rəhbərləri gəlib xarici təhlükədən söhbət açırlar. Eyni zamanda bu ona görədir ki, bunu hər zaman biz deyirik, ona görə ki, xaricdən gələn təhlükə görüntüsü yaradıb, xalqı hakimiyyətin ətrafında birləşdirmə məqsədi daşıyır bu siyasətin. Sonra bilirsiniz ki, son günlər deməli Azərbaycan Baş Prokurorluq təqdimat vermişdi və Binəqədi rayon məhkəməsi xaricdə yaşayan bəzi mühacirlər haqqında qiyabi həbs qərarı verib. Bu adamlar indi başlayıblar bunu təzədən gündəmə gətirirlər və bunlar tələb edirlər ki, hökumət bu işdə düzgün addım atır və o insanlar dərhal ölkə qaytarılmalıdırlar və Azərbaycan xaricdə gedib tənqid edirlər. O tənqidləri gəlib burada etsinlər. Yəni bu məntiq hansı formada bu məntiq doğrudur? Baxmayaraq ki, baxın bir nümunə deyim mən. Bunların əksəriyyəti Məmməd Əmin Rəsulzadənin davamçısı olduğunu iddia edirlər. Təbii ki, bu sözdədir. Bunlar əslində hamısı dediyim kimi hakimiyyətin qul beçələridirlər. Amma Məmməd Əmin Rəsulzadənin davamçıları, yəni Cümhuriyyət
banislərinin, təsisçilərinin davamçılardılar. Amma biz görürük Məmməd Əmin Rəsulzadə başda olmaqla bir neçə Cümhuriyyət təsisçisi mühacirətdə dünyasını dəyişdi, mühacirətdə yaşadı. Baxın, öz ağalarına, öz ideallarında baş verən prosesləri bugünkü gündə digərlərində görmək istəmirlər. Ya bunlar savadsızdılar, ya bunlar təbii ki, insanları deməli aldatmaq üçün bu variantlardan istifadə edirlər. Və buradan yeni termin ortaya çıxardıblar ki, Azərbaycan hakimiyyətini ancaq deməli yerli və milli müxalifət tənqid eləyə bilər. Yəni, bir adam əgər hakimiyyətin davranışını tənqid edirsə, hakimiyyətə müxalifətçilik edirsə, bu adamlar yerli olmalıdırlar, yəni vətəndə olmalıdırlar və eyni zamanda milli olmalıdırlar. Əslində, burada belə bir deməli, bir görüntü yaranır ki, bu insanlar, bu filial rəhbərləri, bunlar hakimiyyətə, İlham Əliyev rejiminə müxalif deyirlər. Bunlar İlham Əliyev rejiminə müxalif olanlara müxalifdirlər. Sanki deyirlər ki, siz kimsiz ki, deməli, İlham Əliyevə müxalif olasınız. Mən olmalıyam İlham Əliyevə müxalifət. Çünki onların düşüncəsinə görə artıq müxalifətçilik rejimə yaltaqlanmaqdır, rejimin çubuğu ilə, dirjor çubuğu ilə oturub durmaqdır, rejim göndərdiyi tekstləri oxumaqdır, rejim göndərdiyi, məsəl üçün, avtobusa minməkdir. Bunların hansının cəsarəti çatır ki, deməli, prezident aparatında siyasi partiyalarla iş şöbəsindən əgər göstəriş gəlsə ki, zəng gəlsə ki, sabah saat filanda Laçına gedirik, sabah saat filanda filan yerdə oluruq və yaxud da saat filanda filan YouTube kanalına çıxmalısan, filan yerə gəlməlisən. Bu insanların hansının cəsarəti çatır ki, desin mən gəlmirəm? Hansının cəsarəti çatır? Əgər hər hansının cəsarəti çatırsa, çıxsın desin ki, mənim cəsarətim çatır, filan vaxtda mənə belə bir zəng oldu, mən imtina elədim. Baxın, bu işi eləyə bilməyən adamlar, artıq bunlar kimlərdir? Bunlar rejimin demək olar ki, bir mənalı olaraq qulbetələridirlər. Hər bir şey bilirsiniz, nə zaman yaxşı olur, nə zaman pis olur. O zaman yaxşı olur ki, olduğu kimi görsənir. Əgər bir müxalif olduğu kimi görsənirsə, əgər hətta bir cinayətkar özü olduğu kimi görsənəndə də, o yenə də bu cür deməli ikiyüzlülükdən daha gözəl görsənir. Amma bir insan əgər özünü müxalifətçi kimi adlandırırsa və əslində o müxalifətçilik etmir, o əslində hökumətin nökərçiliyini edir, o zaman o iyrənc görsənir. Bax, bunların iyrənc olmasının səbəbi odur. Nə qədər insanlar var, məsələn, onlar əvvəlinci gündən YAP hakimiyyətini təmsil ediblər, YAP hakimiyyətinin yanında olublar, bu hakimiyyətini ideoloji düşüncə kimi qəbul ediblər, YAP-ı ondan sonra burada bütün hallarda müdafiə ediblər. Mən sizə əmin edirəm ki, YAP-ı səmimi müdafiə edənlər bugün müxalifət adı ilə danışan qulbeçələrdən, nökərlərdən cəmiyyət arasında dəfələrlə hörmətlidir. İstəyirsinizsə bunu bir deməli araşdıra da bilərsiniz, bir sorğu da keçirə bilərsiniz ki, Azərbaycan cəmiyyətində üzdə müxalifət, amma əslində hakimiyyətin qulbeçəsi olan, prezident aparatından bir mənalı olaraq təlimatlanan, bir mənalı olaraq prezident aparatının göstərişlərini icra edən, prezident aparatının verdiyi maşında gəzən, prezident aparatının verdiyi ofisdə oturan, prezident aparatının verdiyi tekstləri oxuyan, prezident aparatının zəngləri ilə hərəkət edən şəxslərdən dəfələrlə deməli, hörmətlidir, dəfələrlə sayğılıdır. Baxın, məsələ bundadır. Bu adamlar elə bilirlər ki, bu adamlar çox böyük iş görürlər, qırmızı karusuk taxıb, kostyum geyinib, televiziyalara çıxartmaqla və yaxud da bunlar prezident aparatına girib çıxmaqla özlərində o atmosfer yaranır ki, bax, biz özlərini böyük bir varlıq sayırlar. Amma əslində bilmirlər ki, sən özü nə sayırsan say, hakimiyyət səni qulbeçəsi sayır. Sən özü böyük bir partiya lideri saya bilərsən, sən özü Polad Ələmdar hesab eləyə bilərsən, sən 5-6 dənə hətta Terexnametinlə gəzə bilərsən. Bunlar hamısı normaldır. Əsas ondan ibarətdir ki, hakimiyyət səni agent hesab edir. Səni indi ki siz axtarırsınız, xaricdən agentlər axtarırsınız, ölkədə agent var, onu tutdunuz, bunu tutdunuz, dindarların həbs olunmasına deyir ki, elə bunlar İranın agentidir.
o qədər insanın, 5000-ə yaxın insanın həbs olunmasına bunlar deyirlər ki, böyle İranın agenti olub. Amma əslində bunların agenti olmasında hamı bilir, sən özün də bilirsən ki, sən böhtan atırsan, yalan danışırsan. Bu insanlar kişi olduqlarına görə tutulublar. Bu insanlar hakimiyyətə həqiqi müxalif olduqlarına görə tutulublar. Bu insanlar mərd olduqlarına görə tutulublar. Bu insanlar ölkədə baş verən proseslərə, cinayətkarlığa göz yummadıqlarına görə tutulublar. Amma sən buna agent deyirsən, amma hökumət səni agent kimi işlədir. Hökumətin bugün siz fərqi yoxdur. Avtobusa minən bütün deməli şəxsləri mən nəzərdə tuturam. Böyükdən kiçiyə kim minibsə hamısını nəzərdə tuturam. Jurnalisti də ora aiddir, siyasi partiya filial deməli Japon filial rəhbərləri də hamısı ora aiddir. Sizin necə geyinməyiniz, necə gəzməyiniz, hansı maşın sürməyiniz, hansı deməli formada özünüzü idarə etməyiniz, gəlib YouTube kanallarına çıxıb boğazı araqlayaraq belə amiranə şəkildə cümlələr qurmağınız, cümlələrə sözə başlamağınız, bunların heç bir fərqi yoxdur. Siz YAP hakimiyyətinin agentlərisiniz, siz YAP hakimiyyətinin nökərlərisiniz. Bundan başqa sizin heç bir qiymətiniz yoxdur. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.